Biz onları dinləməyəcəyik dahi. Baxın, bu günləri necə təəssüf edici bir şeydir ki, bir insanın qarşısına gəlsən, onunla söhbət edib, üzr istəyirəm, onun ailəsini təhqir eləsən, onun ailəsi ilə istehza eləsən, onun nəfsinə ağır gələcək sözlər sərf eləsən, bir saniyə belə səni dinləməz. Fəqət insanın biri gəlir, oturur, internetdə 10 dəqiqə danışır, axirətlə istehza eləyir, Muhammed sallallahu aleyhi və səlləmlə istehza eləyir, Allahın kitabı ilə istehza eləyir. Həmin insan isə oturur 10 dəqiqə o adamı dinləyir. Belə bir insan dininə hörmət edən bir insandır. Dininə hörmət eləyən bir insan, Allahın dini ilə istehza eləyən, Rəsulu ilə istehza eləyən, müminlərin anaları ilə istehza eləyən insanlara oturub dinləyə bilər məgər? Mümkün deyil belə bir şey. Ona görə insan Allahdan qorxması lazımdır. Dininə önəm verməsi lazımdır. Bir insanın Allaha olan inancı, Allaha olan yəqinliyi hansı formada olmalıdır? Məsələn, örnək verirəm. Mən Orxana güvənirəm. Ondan əminəm, ondan arxayınam. Sən gəlib mənə Orxan haqqında bir şeylər danışsan, mənim qəlbimə onun haqqında bir şeylər salmaq istəsən, əgər mən ona olan dostluğumda, ona olan vəfamda, ona olan sədaqətimdə, onun mənə olan vəfasında, sədaqətində yəqinəmsə, sənin mənim onun haqqında danışdığım bütün şeylər önəmsizdir. Nə danışırsansa danış, ya sənə güləcəm, ya sənə deyəcəm, sən düz başa düşməmsən, ya səninlə istehza eləyəcəm və s. İndi təsəvvür et ki, bu dünyada belədirsə, dünyada sən bir dosta, bir yoldaşa etibar edirsən, biri gəlib onun haqqında sənə danışanda, biri gəlib onun haqqında səni pisləyəndə dinləmək dahi istəmirsən. Bir dəqiqə belə dinləmək istəmirsən. Düşün ki, bir adam gəlir sənin önündə, aləmlərin Rəbbi olan Allah haqqında danışır. Sən isə oturmuşsan internetdə onları dinləyirsən, sən isə oturmuşsan onları izləyirsən, baxaq görək bunlar nə danışırlar, belə bir şey ola bilər məgər? Səbəb nədir bunun olmağına? Çünki sən Rəbbini tanımırsan. Adam var deyir ki, filankəs şübhəyə düşdü, İslamdan çıxdı. Ateistin birini dinlədi, şübhəyə düşdü, İslamdan çıxdı. Niyə çıxdı bilirsən? O niyə dostu haqqında şübhəyə düşmürdü? Amma aləmlərin Rəbbi olan Allah haqqında şübhəyə düşdü. Gəlib onun əhli haqqında onu şübhəyə sala bilərdi kimsə? Mümkün deyil. Niyə? Deyəcək, mən əhlimi tanıyıram. Deyəcək, mən dostumu tanıyıram, qardaşımı tanıyıram. Şübhəyə düşməyəcəkdi. Amma aləmlərin Rəbbi olan Allahı tanımadığına görə, bilmədiyinə görə hər gələn Rəbbi haqqında ona bir şübhə saldı və o da Allah Azza və Cəllənin dinini tərk etdi. Yəni, insanların Allahın dinini tərk etməsinin səbəbi bu dinsizlərin çox güclü dəvət aparmasından dolayı deyil. Bizlər Rəbbimizi haqqı ilə tanımadığımızdan dolayıdır. Niyə gəlib adam mənə öz əhlim haqqında, dostum haqqında, valideynim haqqında, övladım haqqında şübhə sala bilmir? Amma aləmlərin Rəbbi olan Allah haqqında məni şübhəyə sala bilir. Çünki səbəb odur ki, sən aləmlərin Rəbbi olan Allahı yaxşı tanımırsan. Sənin onun ağzından vurman lazımdır. Sənin demən lazımdır ki, sən aləmlərin Rəbbi olan Allah haqqında danışırsan. Necə ki, ən uca misallar Allaha aiddir. Dünyalıq dostumuza bunu qəbul eləmədik. Nə dedik? Sən mənim dostum haqqında danışırsan. Mən onunla uzun illər, mən onu belə tanımışam, mən onu elə tanımışam, təskiyə edirsən, qoruyursan, ağzını dahi açmağa qoymursan. Amma bir dinsizin, səni yaradan, səni ananın bətnində saxlayan, səni yedirdən, səni içirdən, sənə bütün neymətləri verən, üzərində olan bütün neymətlər Allahdan da Allah bunları sənə verib, fəqət biri gəlir aləmlərin Rəbbi olan Allah haqqında, qiyamət haqqında, Rəsulu haqqında, əshabı haqqında bir şeylər deyir, sən isə onu dinləyirsən, ona haqq qazandırırsan və günün sonunda da Allah Azza və Cəllənin dinini tərk edirsən. Etməmiz gerəkən şey nədir? Bu insanlara qarşı qulağımızı bağlamaqdır. Hətta ola bilsin ki, sən bir məsələnin cavabını bilməyə bilərsən. Olubmu, olmayıbmı, doğrudurmu, deyilmi? Necə ki, bunu misal verdik dünyalıq dostluqlara. Adama nə deyəcək? Ola bilsin ki, mən onun özündən soruşmalıyam. Ola bilsin ki, mənim bilmədiyim bir şey var. Ola bilsin sənin yanlış başa düşdüyün bir şey var. Mən cavabını bilmirəm. Fəqət insanlar Allah haqqında belə etmirlər. Ola bilsin sən mənə bugün şübhə atırsan, mən cavabını bilmirəm. O demək deyil ki, onun cavabı yoxdur. Sən bir şeylər danışırsan, mən cavabını bilmirəm. O demək deyil ki, mən şübhəyə düşməliyəm. İnsan özü haqqında, dostu haqqında, yoldaşı haqqında şübhəyə düşmür. Amma aləmlərin Rəbbi olan Allah haqqında şübhəyə düşür. Necə də utanc verici bir şeydir. Necə də əcaib bir şeydir. Ona görə bizim üzərimizə düşən şey qorumaqdır dinimizi, qorumaqdır əhlimizi, qorumaqdır özümüzü və ətrafımızda olan insanları bu kimi insanlardan. Aləmlərin Rəbbi olan Allah haqqında danışır, susturacaqsan. Deyəcəksən ki, sən Rəbbini tanımırsan. Mənim Rəbbim olan Allah Subhanahu wa Ta'ala mütləq ki, bir şeylər etmişsə, o bir hikmətə dayalı bunu etmişdir. Məni anamın bətnində saxlayan, məni orada yedizdirən, məni bir suyun içərisində zəbt edən Allah, yeri göyü idarə edən Allah, sən gecə başını yatağa qoyursan, yatırsan,
və dünyadan arxayınsan, dünyadan narahat deyilsən ki, görəsən gözümü açanda başqa bir yerdə oyana bilərəmmi? Görəsən gözümü açandan sonra bu dünya altı üstünə gələ bilərmi? Günəş, ay, bunlar bir-birlərinə bir zərər vura bilərmi? Bunlardan narahat deyilsən, gözünü yumub rahat yatırsan, bunları idarə edən Allah, belə bir Allah haqqında məni şübhəyə salmağa gəlmisən, belə bir Allah haqqında nazir etdikləri barədə məni şübhəyə salmaq istəmirsən, ağzından vurub dinləməməmiz lazımdır. Kim ki elə insanları dinləyir, vallahi onlar dinləri ilə qumar oynayırlar. Vallahi onlar dinlərinə dəyər verməyən insanlardır. Dininə dəyər verən insan 10 dəqiqə oturub bir ateisti dinləməz. Deyil 10 dəqiqə, 1 saniyə belə dinləməz. Biri təsəvvür et ki, sənin ailən haqqında, sənin övladın haqqında pis şeylər danışır. Sən də deyirsən, qoy görün, bəlkə haqlılıq tərəfi var. Belə bir şey ola bilər? Belə bir şey ola bilməz. İnsan ağzından vurar, insan keçər, insan dinləməz. Çünki sən Allah haqqı ilə qədrini bilməmsən. Sən Allah haqqı ilə qiymətləndirə bilməmsən. Hər gələn şübhəyə qulaq verirsən. Hər eşitdiyin səsə qulaq verirsən. Və günün sonunda belə insanlar baxırsan ki, Allah Azza və Cəllənin dinini, Allah Azza və Cəllənin dinini tərk ediblər.